Eyler Akademinin 9-cu siniflər üçün təşkil etdiyi buraxılış sınav imtahanlarından biri. Başlayırıq ilk öncə dinləmə suallarına. Dinləmə suallarına nəzər yetirirsiniz. Nəzər yetirdikdən sonra mən dinləməni qoşuram və ilk dəfə siz dinləyirsiniz, ikinci dəfə isə mən mətn üzərində işləyib izah edirəm. Ümumiyyətlə, mətn nədən bəhs edir? Yenə də deyirəm, tərcüməsi olan və məlumatı olan, dinləmədən belə mətni rahatlıqla yaza biləcək. Amma biz yenə də mətn haqqında danışarıq, məlumatlı olarıq. Başlayaq dinləməyə. More crowded, finding space to grow food is becoming difficult. To solve this problem, scientists and farmers have recently created a method called vertical farming. Unlike traditional farms, vertical farms are built inside tall buildings, so they don't require huge fields of land. You can currently find these modern farms in several countries, including Singapore, Japan, and the United States. They produce various types of healthy greens, such as broccoli, lettuce, and cabbage. One of the biggest advantages is that the environment is completely controlled, so crops are safe from bad weather and insects. At the same time, the plants grow quickly in vertical farms all year round. It means that fresh vegetables are available to city residents even in the middle of winter. Managing these indoor farms requires expensive technology and special lights because sunlight is not available inside buildings, so the cost of electricity can be high. However, vertical farms use less water than regular farms. As Deməli, söhbət nədən getdi? Ən çox adı çəkildi vertical farms. Bunu 2-də, 3-də, 4-də də görə bilərsiniz. Və ilk cümləsində crowded sözü işlətdi. Onu görən kimi şagirdlər A-nı tez nişanlaya bilər. Amma onu etməmişdən qabaq 2, 3 və 4-də də baxın ki, söhbət nədən gedir? Vertical farms nədir? Yəni, ümumiyyətlə nədən söhbət gedə bilər? Bitkiləri becərməkdən, deməli, plantsdən, growing plantsdən və cavabımız B olacaq çox yüksək ehtimal. Və gəlin ikinci dəfə dinləyək. Dinlədikcə mən saxlayıb izah edeyim nəyi harda deyir və söhbət nədən gedir. As cities become more crowded, finding space to grow food is becoming difficult. Deməli, şəhərlərdə tıxac olduğu üçün, deyək də basa-bas olduğu üçün, lor dildə deyək, tıxac olduğu üçün yer tapılmır əkinçilik üçün. Yəni, nəsə əkmək üçün yer tapılmır. Şəhər yerlərində əsasən bu keçərlidir, onlar üçün keçərlidir. To solve this problem, scientists and farmers have recently created a method. Deməli, bu problemi həll etmək üçün alimlər və fermerlər nə edib, nə araşdırıblar? Yeni bir metod araşdırıblar və tapıblar. Called vertical farming. Unlike traditional farms, vertical farms are built inside tall buildings. Və gəldik əsas məsələyə. Traditional, unlike, fərqli olaraq deməkdir. Yəni, oxşar olmayan cəhəti göstərmək üçün istifadə olunur bu söz. Ənənəvi əkinçilikdən fərqli olaraq, bunun fərqi nədir? Hündür binaların içərisində becərilir. Və ona görə cavabımız bir də B-dir. Çünki elə vertical farming-in definitionu, yəni açıqlaması belədir və tərifi. Growing plants inside tall buildings. Bu elə vertical farming deməkdir. Ona görə cavab B variantıdır. Bu niyə belə oldu? Cavabımız oldu B variantı. Və baxaq görək vertical farming nədir və ondan necə danışılır? So they don't require huge fields of land. You can currently find these. Huge sözünə baxaq. 4-ün birincisində deyir ki, huge eşidən kimi. Huge fields of land are necessary for vertical farms. Amma orada nə deyir? Not necessary. Yəni, biz əgər torpaq, yer tapmırıqsa əkinçilik üçün və bu metodu istifadə ediriksə, demək ki, burada elə də çox torpaq sahəsinə ehtiyac yoxdur. Və ona görə bir yanlışdır.
Cavab olacaq bir də false. Huge fields of land are not necessary for vertical farms. Keçək digərlərinə. Modern farms in several countries, including Singapore, Japan, and the United States. They produce various types. Və burada Singapurun cəhbini ancaq deyir. Baxın, only var. Ancaq Singapurda və Yaponiyada. Amma deyir bir çox ölkələrdə və onlardan yalnızca üçünün adını çəkdi. Deməli, bu da false-dur. Types of healthy greens, such as broccoli, lettuce, and cabbage. One of the biggest advantages is that the environment is completely controlled, so crops are safe from bad weather and insects. Baxın, the environment in vertical farm is fully controlled. Tamamilə idarə olunur, yəni idarə altındadır. Amma siz açıq havada əkdiyiniz şeyləri idarə edə bilməzsiniz. Pis hava şəraiti var, sonra orada həşəratlar var. Və ona görə cavabımız ondan sonra dördüncüsünü dedikdən sonra gəldi hansına? Bad weather conditions'a gəldi. Və why are vertical farms helpful? Nəyə görə faydalıdır deyəndə əslində bu cavabı seçə bilirik. Crops are protected from insects and bad weather. İkinci sualın ikincisində. Çünki nədən qoruyur? Məhsullar həşəratlardan və pis məhsulları qoruyur pis hava şəraitindən və həşəratlardan bu vertical farms. Mövzu haqqında ətraflı məlumatınız olsa, əldə eləsəniz, bu haqda mətn düşsə belə rahatlıqla yaza bilərsiniz. Deməli, 2 doğru oldu. Gəldik insects. At the same time, the plants grow quickly in vertical farms all year round. It means that fresh vegetables are available to Deməli, for city residents. Plants can grow fast in vertical farms all year long. Bütün il boyu, round deyir orada, long eyni şeydir. Bax, bu cümləni dedi. Cavabımız olur 2 və 4. A variantı. Burada yanlış olanlar nədir? Deyir, vertical farm do not use any special lights. Xüsusi işıq tələb etmir. Əgər bu qapalı yerdəsə, təbii gün işığı bunun üzərinə çox güman ki, düşmür. Və deməli, burada xüsusi işıqlardan istifadə olunur. 3-də də deyir, vertical farms do not need any electricity. Ümumiyyətlə, texnologiyalarda elektrikdən istifadə olunur. 3. 1 və 3 yanlışdır, 2 və 4 doğrudur. İkinci sualı tapdıq. İndi üçüncü suala gələk. City residents, even in the middle of winter. Managing these indoor farms requires expensive technology and special lights because sunlight is not available inside buildings, so the cost of electricity can be high. However, vertical farms use less water than regular farms. As Than regular farms. Normal deməli fermerçilikdənsə bu daha çox sərfəlidir. Çünki az su istifadə edir. Və burada təbii işıqdansa, gün işığındansa deməli digər special lights'dan istifadə olunur. LED işıqlardan, bahalı texnologiyadan istifadə olunur. Cavabımız burada olur D variantı. Və budur dinləmə suallarımız. Keçirik 5-ci suala. Və bu short textlərdə əsasən nələri fərqli qoyurlar və yaxud da dəyişirlər? Endirim sözünü 20%-dirsə, 20% yerinə yazmırlar, yazırlar orada endirim, special discount yaza bilərlər. Və yaxud da yaza bilərlər ki, baxın belə reduced price. Bunları qeyd edin. Discount bərabərdir reduced price və yaxud da deyirlər cheaper kimi istifadə edə bilərlər və yaxud da 20% discount belə də yaza bilərlər. Yəni eyni şeydir. Məsələn, mən burada indi hal-hazırda dairə edə bilmirəm. Digər hərflərin, sözlərin üzəri örtülür. Mən sadəcə üzərindən nələrə fikir verməlisiniz? Baxın, işarə əvəzliyi, zaman zərflərinə fikir verirsiniz. Baxın, bu rəqəmlərə fikir verməlisiniz. Saatlara, həftənin günlərinə fikir verirsiniz. Dollara fikir verirsiniz. Bax, bunlar free sözünə fikir verirsiniz. Və A variantında deyir ki, if you buy a road bike, hətta bike'ın önündəki sözə də baxın. Orada mountain bike deyir, burada road bike deyir. Deyir, əgər road bike alsanız,
Bu adi bir var dağa çıxan velosipedlər, bir var yol üçün adi istifadə olunan velosipedlər. Bunlar fərqlidir. 20% endirilməlidir. 20% görən kimi uşaqlar bike-ı görən kimi deyəcək. Amma siz road sözünə də baxın axı. Bike-ın qarşısında bunlar sinonim də deyil ki, deyək sinonimdir. Ona görə A yanlışdır. B variantında the sale will not be available on Saturday. Baxın Saturday deyir. 6-cı gün deyir. Bu satış mümkün olmayacaq. Necə mümkün olmayacaq? Əgər sənə bazar günü sonlanacaq deyirsə, üzərindən xətt çəkmişəm, görünmür Sunday. Baxın, Sunday. Bu nədir? Sunday. Bazar günü. Əgər bazar günü bitirsə, deməli bazar gününə qədər olan vaxtların içərisində 6-cı gündə var da. Deməli nədir məsələ? Bu da yanlışdır. Saturday-də bitmir. Gedək C variantına. Deyir, the store is not open on Sundays. Açılmayacaq deyir. Elə bir şey demir. Sadəcə deyir, bu təklif bitir bazar günü. Not open sözü demir. Spending $100 in the shop will give you a free safety hat. Burada $150 deyir. Burada $100 deyir. Yanlışdır. Cavab qalır Y variantı. New mountain bikes are being sold at a reduced price this week. Bu həftə endirimli qiymətlə, aşağı qiymətlə, azaldılmış qiymətlə. Cavab Y variantı. Tamamilə doğrudur cavab Y. Keçək 6-cı suala. Yenə də burada nələrə fikir verəcəksiniz? Baxın 9-a, saat 9-a, Tuesday həftənin gününə, 2-hour lesson, every Tuesday, every-yə də fikir verin. Sonra it will last four weeks-a fikir verirsiniz. This month and receive bonus class-a fikir verirsiniz. Making tiramisu. Başlayaq. Adı deyir ki, you need to take the tiramisu lesson to sign up for the pasta course. Deyir, pasta kursuna qeydiyyatdan keçmək üçün tiramisu dərsi götürməlisiniz. Elə bir şey demədi, yanlışdır. Each weekly class will last for less than 60 minutes. Hər həftəlik dərs deyir, davam eləyəcək. 60-dan az, 60 dəqiqədən az. Heç elə bir şey demir. Baxın burada. For free with 2-hour lesson deyir. Every Tuesday. Yanlışdır. Registration for the course is currently closed until next month. Bu this month deyir, o deyir next month. Buna görə yanlışdır. The course will take place on 4 separate mornings. Baxın, burada çox maraqlı bir şey qeyd ediblər. Uşaqları çaşdırmaq üçün. Ki, yanlış götürsün uşaq. Burada bizim mətnimizdə verir ki, it will last 4 weeks. 4 həftə davam edəcək. Amma hər ikinci gün, every Tuesday. Hər ikinci gün olursa və 4 həftə olursa, bu nə qədər edir? 4 ayrıca səhər eləmir, 4 separate mornings. Deməli, bugün ikinci günü, gələn həftənin ikinci günü 4 dəfə elə bil ki, 4 həftə ayrıca səhər eləyir, düzdür? Eyni şeydir də, cavabımız elə D variantıdır. Y-də nə deyir? The opportunity to receive the extra class has already passed. Keçib deyir, ekstra əlavə dərs. Keçməyib. Bonus klassımız var deyir. Y-də yanlışdır. Pass sözü yanlışdır. Keçək 7-ci suala. Because of important work on the roof, the modern art collection will be closed to visitors for the whole months. Fikir veririk buna. Niyə bunu çəkə bilmirəm? Whole months of August. Other sections of the museum, including the historical artifacts and the sculpture gardens, will remain open during the regular hours. We apologize for any trouble this may cause. Səbəb olduğu şeyə görə sonunda da üzr istəyir. Gəlin tərcüməsiz baxaq nədə verilib. Deməli, A-dan başlayıram. Deyir, the museum will be completely closed. Tamamilə. Ümumiyyətlə, tamamilə olan sözlər əsasən yanlış olur. Burada da tamamilə bağlanmır, deyir. Avqust ayında deyir, bütün qonaqlara tamamilə bağlanmayacaq. Amma deyir ki, historical artifacts, sculpture gardens hələ də deyir, açılacaq deyir müntəzəm saatlarında. Yalnızca modern art collection bağlı olacaq deyir. B variantında deyir, sculpture gardens will open at different times. Different times demir, regular times deyir. Eynən fikir vermək lazımdır. Regular hours, müntəzəm saatlarında, müxtəlif saatlarda deyil. Özdə olduğundan fərqli. You cannot visit the historical artifact section during the roof work. Deyir, ziyarət edə bilməzsiniz. Amma burada deyir ki, ziyarət edə bilərsiniz, including other sections of the museum, including the historical artifacts and sculpture garden will remain open during, deyir ki, hələ də olaraq, açılıq olaraq qalacaq.
O da ora daxildir. Ona görə bu da yanlışdır, cannot. It is not possible to visit modern art collection August. Bu düzdür. Deyir ki, müasir incəsənət kolleksiyasını avqust ayında mümkün olmayacaq. Çünki elə birincidə deyir ki, the modern art collection will be closed. Cavab D variantı. Keçirik mətnimizə. Mətnin skim üsulu var, scan üsulu var. Skim üsulu, baxıram mətni, anlayıram ki, söhbət nədən gedir. Sonra başlayıram suallar yazmağa. Scan üsulu isə sualları mətndə axtarıram. Mən həmişə scan üsulundan istifadə edirəm. Keçək scan üsuluna. Amma sizin üçün mətni də tərcümə edə bilərəm və zamanımız var. Every autumn, hər payız, monarch butterflies start a long and difficult trip. Deməli, monarxiya kəpənəkləri uzun və çətin bir səfərə başlayırlar. They fly thousands of kilometers from Canada and the USA to Mexico. Onlar minlərlə kilometr, deməli, Kanadadan Amerika Birləşmiş Ştatlarına, Meksikaya uçurlar. They don't travel to find something to eat. Onlar nəsə yemək üçün səyahət etmirlər. Instead əvəzinə, they fly south to escape the very cold winter weather. Çox soyuq qış havasından canlarını qurtarmaq üçün uçurlar cənuba. Monarchs cannot live in low temperatures. Aşağı temperaturlarda yaşaya bilmirlər. Therefore, buna görə də they need to stay in warm southern forests. Onların nəyə ehtiyacı var? Cənub meşələrində, isti cənub meşələrində qalmağa ehtiyacı var. They remain in their warm winter home until spring comes. Deməli, onlar orada qalırlar yay gələnə kimi, yaz gələnə kimi. Then, sonra they begin their long flight back north. Sonra isə şimala qayıdırlar elə evlərinə, uzun uçuşdan sonra. The butterflies that fly south are not the same ones that return north. Deyir ki, cənuba uçan kəpənəklərlə şimala qayıdanlar eyni olmurlar. Monarch butterflies live only a short time. Qısa müddətdə yaşayırlar yalnızca. So for different generations are needed to complete the whole journey. Deməli, bu səfəri tamamlamaq üçün, bütün səfəri tamamlamaq üçün 4 müxtəlif nəslə ehtiyacları var. Scientists are surprised that new butterflies can find their way. Alimlərə maraqlıdır ki, bu kəpənəklər öz yollarını asanlıqla tapa bilirlər. Even though they have never made this trip before. Əvvəl bu səfəri etməsələr də, etmələrinə baxmayaraq, yəni asanlıqla tapa bilirlərmiş. Asanlıqla yox, tapa bilirlər öz yollarını. Və in the past, keçmişdə, the number of monarchs became much smaller. Daha balaca olmağa başlayıblar. Keçmişdə daha az olublarmış, daha doğrusu. Because people cut down the trees in their habitats. İnsanlar yaşayış yerlərində kəsirlərmiş ağacları. Xoşbəxtlikdən, luckily, the Mexican government now protect these forests. Bu meşələri indi Meksika hökuməti qoruyur. Tourists can visit the area and see the trees covered with butterflies. Turistlər indi həmin ərazini ziyarət edə bilirlər və kəpənəklərlə örtülü ağacları görə bilirlər. However, they must be quiet so they don't scare them. Onları qorxutmamaq üçün sakit olmalıdırlar. Keçək 8-ci suala. Choose the false statement according to the passage. Səhvi istəyir bizdən. Səhv nə ola bilər? Deməli, A-da deyir ki, monarxiya kəpənəkləri cənubdan get away from cold temperatures. Soyuq temperaturdan qaçmaq üçün deyir, cənuba uçurlar. Bu düzdür də. The Mexican government is currently protecting. Hazırda qoruyur, deyir, kəpənəklərin yaşadıkları meşələri. Doğrudur. Like many other birds, monarch butterflies travel because they try to find food. Deyir, digər quşlar kimi monarx kəpənəkləri də səyahət edirlər ki, yemək tapsınlar. Bu səhvdir. Biz bayaq oxuduq ki, onlar nə üçün uçurlar? Çünki soyuq havada qala bilmirlər, yaşaya bilmirlər. Cavabımız oldu C variantı səhvimiz. What is the passage mainly about? The migration of a specific type of butterfly. Xüsusi spesifik tip kəpənəyin miqrasiyasından, köçündən söhbət gedir. Elə A-dır. B-də deyir, hökumətin qoruduğu meşələr, qorunan meşələr hökumət tərəfindən. The tourism business in Mexico biznesdən danışmır. Life of insects, həşəratların Kanadada və USA-də həyatından danışmır. Səbəbindən danışmır ki, quşlar, kəpənək quşdur ki. 10-cu sualda cümləni tamamlamalıyıq. Monarch butterflies don't live long. Uzun yaşamırlar. So, 4 generations are required. 4 nəsil tələb olunur. Keçək 11-ci suala. Why did the number of monarch butterflies decrease in the past? Nəyə görə azalıblar monarx şeylər? Bayaq dedik ki, ağaclar kəsilib.
Çünki because humans destroy the trees where they lived. Yaşadığı yerlərdə nə ediblər? Ağacları kəsiblər. Hansı doğrudur mətnə görə? The butterflies that return north are the same ones. Eynidir. Eyni deyil. Monarch butterflies leave their homes in Canada and USA every autumn. Deməli, bu doğrudur. It surprises scientists that new butterflies find their way despite having no experience. 3 doğrudur. Təcrübələri olmamalarına baxmayaraq necə tapırlar yolu hələ də maraqlıdır. Monarch can't live in hot weather. Yaşaya bilmirlər isti havada. Soyuqda yaşaya bilmirlər. Bu yanlışdır. Keçək qrammatika suallarımıza. Which sentences can't be changed into the passive voice? Hansı məchul növə çevrilə bilmir? Bizə nə demişdik ki, the artist has painted the portrait. Bu can be'dir. Çünki obyektimiz var. Bizə can't be lazımdır. Bir deyil, biri çıxırıq variantlardan. 2 finally the sun rose. Baxın, rose'dan sonra söz önü gəlib, həm də nə gəlməyib? Burada cəhətdir. Cəhət obyekt kimi getməyəcək burada. We went to the stadium for the match. Biz deyir stadiona getdik. Nə üçün? Ümumiyyətlə bu da deyil. The teacher explained the rule. Baxın, can be'dir. Bizə lazımdır can't be'ləri daha doğrusu. Mən can be'ləri seçirəm. Can't be'lər 2-3 cavab oldu. D variantı. 1 can be'dir, 4 də can be'dir. Yəni onları obyekti olduğu üçün cümlənin əvvəlinə gətirə bilirsən. Amma 2 ilə 3-də obyekt yoxdur cümlənin əvvəlinə gəlsin və məchul növdə cümlə yaratsın. Keçək 14-cü suala. Deməli, burada olacaq opposite meanings. Opposite meaning nədir? Deməli, əks mənalı sözlər. Read oxumaqdır, learn öyrənməkdir. Close bağlamaqdır, shut bağlamaqdır. Permit icazə verməkdir. Deməli, run allow da icazə verməkdir. Run qaçmaq, jump tullanmaq, find tapmaq, lose itirmək. Cavab Y. Y variantı. Bir dəqiqə. Y variantı. 15-ci sualda qrammatik mövzu deyək. For an hour. Bunu silirəm, bunu siləcəm, bunu siləcəm. An hour lazımdır. Qaldıq D və Y arasında. We must get to, biz çatmalıyıq. To the post office in less than an hour. Bir saatdan az vaxtda gedib çatmalıyıq. Cavabımız olacaq D variantı. Keçək 16-cı suala. Mark is one of those employees. Ofdan əvvəlki sözümüz təkdir. Xəbərimizdə S olmalıydı. Ona görə bir yanlışdır. The number of accidents xəbəri tək increases olmalıydı. 2 yanlışdır. Picture indən qabaqki sözümüz cəmdir. Look verilib doğrudur. S yoxdur. İçində xəbərində has olmalıydı. Each of the candidates have prepared. Bu yanlışdır. Biz harada yanlış etdik? Mark is one of those employees who work very hard. Biri doğrudur. Burada who-dan əvvəlki sözümüz cəmdir, xəbərlə cəmlənməli idi. Cavabımız 1 və 3-dür. D variantı. Keçək 17-ci suala. Deməli, Sarah is just make an important announcement. The meeting is PM. About to, able to, due to. Ümumiyyətlə, due to, about to qaydasını keçmişdik ki, about to da zaman zərfi olmaz. Və yalnızca just işlənə bilər. Sarah is just about to make an important announcement. 1-ə gedəcək A. Necə yazırdım onu? 1-ə gedəcək A. Və burada B gedir. Bunlar gedir. Qalırıq A və C arasında. The meeting is olacaq burada. Due to start at 10. Burada zamanı göstərilib deyə 2-yə gedəcək C. Və 3-ə də gedəcək B. My sister is able to finish the project on her own. Və cavabımız nə oldu? A variantı. 18-ci sualda mother tək isimdir. Their, onların anası, ola bilər baked. Hers-dən sonra isim gəlməz. Ours-dən sonra isim gəlməz. İkincisi də yenə isim var. Them-dən sonra isim gəlməz. Mine-dən sonra isim gəlməz. Qaldı hansı variant elə? Y variantı. Baxaq görək. His mother baked his sister. His mother baked his sister the cake she promised. Söz verdiyi keki
bişirdi. Baked. Deməli, burada nə yanlış gedən nə var? Bir dəqiqə. His mother. Hers'dən sonra gəlməz. Çıxdım. Ours'dan sonra gəlməz. Mine sistə deməz. Baked mine sistə olmaz. Baked them sistə olmaz. Və cavabımız qaldı Y variantı. Keçək 19-cu suala. Tom's playing football in the yard. Burada ing feildir, çünki ondan başqa feil yoxdur. Və yəlik halda apostrof S-dən sonra feil gəlməz. 2 doğrudur. The students cəmsimdir. Təkcə apostrof da qəbul edib. Yəni S şəkilsi qəbul edərək cəmlənib deyə təkcə apostrof qəbul edib. Projects cəmsimdir. Word cəm xəbərdir. Doğrudur. The trains arrived. Arrived burada feildir. Burada a week break after the exams. Və bu doğrudur. Cavabımız olur 4 və 2. A variantı. Keçək 20-ci suala. If'in sağ tərəfində olacaq. Gələcək olmaz, gələcək olmaz. Keçmiş isə avoided olmalıydı. İndiki ilə də keçmiş uzlaşmaz, elə A variantı. If drivers usually drive attentively, they avoid accidents. Gəldi 21. Putting cream. Can you lend me money? Putting cream. Cream sayılmayan isimdir. Mən olmaz, fi olmaz, fi olmaz. Burada can you lend me tomorrow? A little qoymalıyıq burada. Putting a little cream in the coffee makes it less bitter. Biraz qoymaq deyir. Acı edəcək şeyi. Krem qoymaq deyir, kofeni acı edə bilər. Putting a little cream in the coffee makes it less bitter. Az qoymaq, yəni yox dərəcəsində qoymaq daha acı edə bilər. A little biraz var, little heç yoxdur yəni anlamda. Can you lend me money until tomorrow? Sabah kimi biraz pul verə bilərsən. Cavab olacaq burada B. 2-yə çünki B gedir. Putting a little cream in the coffee makes it less bitter. Biraz daha şey eləyər. Biraz qoymaq daha az acı edər. Aha, cavab B variantı %100. Sonra keçdi 22-yə. Match the words to their definitions. Təriflərə uyğunlaşdırmalıyıq. Comfort rahatlıqdır. A feeling of being physically relaxed and satisfied. Luxury dəbdəbədir. Expensive-lə götürün, yadda saxlayın. Entertainment də əyləncə, amusement. Deməli, 3-ə gedəcək A, 1-ə gedəcək B. 1A, 3B. 1A, 3B. Comfort 1 getdi. 1B, 2C, 3A. Все C variant. Niyə çətinlik çəkdim? 23. Axtarmaqda. Variantlar belə olanda ümumiyyətlə, əgər çaşırsınızsa, ayrı-ayrı yazın. Mən burada hal-hazırda yaza bilmirəm. Sözlərin mənasını bilsək belə, definition'ı, bəzən göz yanılması ola bilir variantlar arasında. Keçək 23-ə. While. While arkən, ərkən deməkdir. Bu, bunu edərkən, o da onu edir. Cavab A variantı. Tom was washing the dishes while Mary was sweeping the floor. Bu döşəməni süpürərkən, silərkən, o da qabları yuyurdu. Və eyni zamanda baş verir, davam ediciliyi var. Mary ilə were işlənməz, bunu çıxın. Sonra o is sweeping isə burada Tom washes, yox, davam ediciliyi olmalıdır. Keçək 24-ə. Həzin yanında already bot feil varsa, bitmiş zamandadırsa, qaydanda elə həvəzlə qayıtmalı. Didlə qayıtmaz, didlə qayıtmaz. Cavab elə 2-4 olur. 25-ci sualda I cannot move these books because it is daşıya bilmirəm çünki too heavy to lift, enough heavy. Burada enough heavy yox, heavy enough olmalıydı. Ona görə bunu çıxıram. Heavy enough 5 doğrudur. Too heavy to lift olmalıydı. Heavy to lift yox. 4 yanlışdır. Very heavy, too heavy to lift 2 doğrudur. Deməli 2 və 5 olacaq cavabımız. 1 də var. Belə. Keçək 26-cı suala. Baxaq nə istəyir bizdən. Deməli, kişi günəşli bir gündür. Kişi pomidor, bir adam daha doğrusu pomidorları və görürük ki, yerdə sarımsaq da var.
digər tərəvəzləri yığır səbətə. Sonra onları mətbəxdə doğrayır, yəqin ki, yuyur, doğrayır. Sonra da yanındakı yəqin ki, çox güman yoldaşıdır. Salatdır səhv eləmirəmsə o, yoxsa nədirsə bişirib, hazırlayıb yeyirlər. Və 35 sözdən ibarət olmalıdır. Belə deyə bilərik. It is a sunny and beautiful day. A man named Ali is working in his garden and gathering tomatoes and other vegetables. He puts them into a basket carefully. Then he goes to the kitchen and starts to cut them. And finally he sits at the cut them doğrayır. Sonra deyə bilərik ki, and prepares fresh salad or nə hazırlayırsa bilmirəm, salat hazırlayır. Finally he sits at the table and enjoy the meal with his wife. Arvadı ilə, yəni həyat yoldaşı ilə yeməkdən həzz alır. Deməli, günəşli bir, gözəl bir gün idi. It is a sunny and beautiful day. A man named Ali is working in his garden. Ali adında bir adam bağçasında işləyirdi. And gathering tomatoes, pomidorları toplayırdı. And other vegetables, digər tərəvəzləri. He puts them into a basket carefully. Diqqətlə onları səbətə qoyur. Then he goes to the kitchen. Sonra mətbəxə gedir. And starts to cut them. Və yaxud da wash them and cut them deyə bilərsiniz. Başlayır onları doğramağa. And prepares fresh salad və salat hazırlayır. Davamıcı zamanda da yaza bilərik bunları. Finally, nihayət, he sits at the table, stolun qarşısında əyləşir and enjoy the meal və yeməkdən zövq alır. Kim ilə? With his wife.